Az öncə uşaqlarla bir yerdə ötən illərin qəbullarına aid suallar işləyirdik. Orada bir sual var idi və düzünü desəm, mən o sualı izah edərkən səhvə yol verdim. Düzdür, daha sonra səhvimi düzəltdim və uşaqlara doğrusunu izah etdim. Amma indi həmin sualı sizlərə təqdim etmək istəyirəm və siz bu səhvə düşməyin deyə, mənim etdiyim bu səhvə düşməyin deyə izah etmək istəyirəm. Sual belə idi: əgər timsahın ürəyində arakəsmə tam olmasaydı, yəni yarımçıq arakəsmə olsaydı, nə baş verərdi? Biz bilirik ki, timsahın ürəyi 4 kameralıdır. Onun qulaqcıqları və mədəcikləri arasında arakəsmə tamdır. Onun ürəyində sağ hissədə, yəni sağ qulaqcıq və sağ mədəcikdə venoz qan var. Sol hissədə, yəni sol qulaqcıq və sol mədəcikdə arterial qan var. Və timsahın ürəyində qan qarışmır. Onun cüt artı bösü var və ürəyindən çıxan yerdə qan qarışır və bədənə qarışıq qan göndərilir. Lakin sualda deyir ki, timsahın ürəyində arakəsmə tam olmasaydı, yəni demək istəyir ki, timsahın ürəyi də kərtənkələnin ürəyi kimi olsaydı, onda hansı fikir doğru olardı? Variantlar belə idi. O zaman onun sağ qulaqcığında qarışıq qan olardı. Xeyr, qulaqcıqda heç bir zaman qarışıq qan olmur. Qarışıq qan ifadəsini mədəcik üçün söyləmək olar. Digər variantda deyirdi ki, o zaman onun ürəyi 4 kameralı olar. Xeyr, əgər arakəsmə tam deyilsə, onun ürəyi 4 kameralı olmayacaq. Kərtənkələdəki kimi 3 kameralı olacaq. Və gəldi əsas məqama, deyilirdi ki, timsahın qanı bədəndə 2 yerdə qarışar. Variantlardan biri bu idi. Digər variantda isə deyirdi ki, timsahın qanı yalnız ürəkdə qarışa bilər. Burada doğru cavab timsahın ürəyi kərtənkələyə bənzəyəcəyi üçün yalnızca ürəyində qan qarışa bilər. Mən isə etiraf edeyim ki, burada ilk anda səhv cavabı işarə etdim. Yəni timsahın bədənində də, ürəyində də qan qarışar deyə düşünüb 2 yerdə qarışar dedim. Amma sonradan toparladım və anladıq ki, onun ürəyində zaten qan qarışıbsa, ürəkdən onsuz da qarışıq qan çıxmış olacaq. Yəni qanın ikinci dəfə qarışmasına ehtiyac yoxdur. Onsuz da ürəkdən qarışıq qan çıxıb. Və yaxud da bu dediyimiz ilan üçün də söyləyə bilərik. Timsahın ürəyi də ilana bənzəsə, yəni onun ürəyində artıq qan qarışdığı üçün bədəndə yenidən qarışmağa və yaxud ikinci, üçüncü, beşinci dəfə qarışmağa ehtiyac olmayacaq. Qan ürəkdə qarışacaq və bədənə qarışıq qan göndərilmiş olacaq. Yəni bu testdə cavab qan yalnız ürəkdə qarışardı olmalı idi.